heç bir əsası olmadan bunları ixtisara salıblar. Bizim iktisadlarda son qoysunlar. Bizim səsimizə səs verin. Bizi eşitdirlər. Medianı çağırmışıq bugün bura. Gələn yoxdur. Bunlar qurban olun. Onlara da təsir edir. Onlar da gəlir. Biz neynəməliyik? Heç bir yerdə işləmirik. Bugündən sonra biz harada işləməliyik? Necə işləməliyik? Biz öz işimizə bağlı olmaq istəyirik. Bunlar hamısı qeyri-qanuni yolla ixtisar olunmuş stomatologlardır. Rayonlarda olan insan sayına və stomatolog çatışmasına baxmayaraq bunlar qeyri-qanuni olaraq ixtisar olunurlar. Və buna etiraz edirlər.